cəmiyyətin içində bu 5 qardaşın. Ləyaqətsiz vərəsələr. Nigahdan kənar doğulan uşaqların vərəsəlik hüququ. Vəkil Rahul Quluzadə. Vəkillər Qəhrəman Qarayev, Ziniyyət Ağamalıyeva, Nurlana Quluyeva. Hüququn verdiyi son söz və cəmiyyətin gözlədiyi cavablar. Mənim bu bacımın 2 dənə evi var. Ev istəyir məndən. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. Birazdan ARB-də canlı yayımda. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Qanun və icra proqramı olaraq biz yenə sizinlə. Bugünkü mövzumuz hər bir vətəndaşı maraqlandıran mövzulardan biridir. Belə ki, Azərbaycan Respublikasının əlimizdə olan mülki məcəllərin 1137 və 1136-cı maddəni əhatə edən maddi hüquq normaları ilə bağlı fikir mübadiləsi aparmaq üçün çox dəyərli ekspertlər dəvət etmişik. İlk öncə dəyərli ekspertlərimizi sizlərə təqdim edin, sonra biz mövzumuza qayıdacağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Qəhrəman Qarayev, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Ziniyyət xanım Ağamalıyeva və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Rahul Quluzadə. Hörmətli tamaşaçılar, bugünkü mövzumuz Azərbaycan Respublikasının mülki məcəllənin 1136-cı maddəsini əhatə edən nigahdan kənar doğulan uşaqlar atanın vərəsəsi ola bilərmi? Və eyni zamanda Azərbaycan Respublikasının mülki məcəllənin 1137-ci maddəsini əhatə edən maddi hüquq normanın tərkibinə əsasən kimlər ləyaqətsiz vərəsə hesab edilə bilər? Hansı maraqlı şəxsin ərizəsi əsasında məhkəmə qaydasında mübahisələndirmə hüququ, subyektiv hüquq kimlərdəndir? Onun üçün çox dəyərli ekspertlər, bugünkü ekspertlərimizin fikirlərini sizinlə paylaşacağıq. Mən hesab edirəm ki, irəliləyən dəqiqələrdə mən qanun və icra proqramı olaraq bugünkü mövzunu bacardığımız qədər hüquqi cəhətdən maarifləndirməyə xidmət edəcək. Hörmətli Qəhrəman müəllim, bildiyiniz kimi, ləyaqətsiz vərəsəlik institutu hüququn bir sahəsi olaraq mülki məcəllədə tam belə bir fəsil olaraq verilmişdir. Eyni zamanda qanun üzrə vərəsələr və vəsiyyət üzrə vərəsələrin hüquqi statusu ilə bağlı kimlər nigahdan kənar doğulmuş uşaqların atanın vərəsəsi kimi bir institut var. Hesab edirəm ki, bugünkü dəyərli ekspertlərimizlə birlikdə bu maddi hüquq normasının ətrafında biz fikir mübadiləsi aparmalıyıq. Buyurun, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Əvvəla bu verilişin ərsəyə gəlməsində şəxsən sizin təşəbbüskarlığınız, ondan əzminiz nəticəsində hazırki verilişimiz ərsəyə gəlib. Biz dəfələrlə əvvəllər də bu barədə müzakirə eləmişik. Düzdür, bütün cəmiyyət üzvlərinin maraqlarına xidmət edən, hətta bütün fərqli peşə sahələrinin bu kütləvi informasiya vasitələrində, xüsusən də televiziyalarda özlərinə məxsus və yaxud öz sənədlərin təbliğ eləmək, öz sənədlərinin daha faydalı tərəfin cəmiyyətə çatdırmaq üçün müxtəlif formatda çoxsaylı verilişlər var idi. Amma biz hüquqşünaslar, vəkillər üçün düzdür, var. Əksər telekanallarımızda var, amma çox azdır. Bunun üçün də bu təşəbbüsünüzə görə bu verilişin ərsəyə gəlməsində əziyyəti olan hər bir kəsə şəxsən öz adımdan təşəkkürümü və minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu cəmiyyətin bütün təbəqəsi üçün, hətta mən bir neçə dəfə demişəm, mənim özüm üçün, məni kimi, bizi kimi hüquqşünaslar üçün də çox önəmli, çox vacib, çox bir dəyərli bir verilişdir. Və qaldı sualınızla bağlı, bəli, qeyd etmək istəyirəm ki, bizim ümumiyyətlə
insanların arasında olan münasibətlərin ən geniş yayılmışı, ən fundamentalı mülki münasibətlərdir və bildiyimiz kimi bizim də ki, bu qanunvericilik aktlarımızdan ən böyük, ən geniş, iri məzmunlu mülki məcəlləmizdir və mülki məcəllənin də sonuncu ən böyük bölməsi vərəsəlik institutunu əhatə eləyir. Kifayət qədər orada çox saylı fəsillər, maddələr var və bütün hüquqşünaslara da bəllidir ki, hətta buna rəğmən Konstitusiya Məhkəməsinin ən çox şərh verdiyi də elə məhz bu vərəsəlik institutu ilə bağlıdır. Amma hesab edirəm ki, burada çox önəmli və fundamental hüquqlardan olan vərəsəlik hüququ və bununla bağlı da hələ də ki, praktikada bəzən görürsən ki, aydınlaşdırılmalı olan, bəzən bir-birinə uyğun gəlməyən məsələlər də var. Hesab edirəm ki, bu zərurət yarandıqca həm Konstitusiya qaydasında, həm Ali Məhkəmənin müvafiq məhkəmə təcrübəsini formalaşdıran qərarları formasında bunlara da aydınlıq gətiriləcək. Qaldı ki, dediyiniz məsələlərlə bağlı... Konkret ləyaqətsiz vərəsələr kimlərdir? Ləyaqətsiz vərəsəni kimlər mübahisələndirə bilir? Hansı maraqlar çərçivəsində? Bəli, ləyaqətsiz vərəsə, deməli, mülki qanunvericiliyin hansı ki, istinad elədiyiniz normalarında 1137-ci maddəsi ilə bağlı. Bəli, 1137-ci maddəsində təsbit olunub. Düzdür, bayaq dediyim kimi orada biraz sözsüz ki, normativ hüquqi akta məxsus olan dar həcmdə verilib. Orada qeyd olunur ki, ləyaqətsiz vərəsə o vərəsələr olur ki, miras qoyanın son iradəsinə qəsdən ağır cinayət törətməklə mane olmaq və yaxud həm özünün, həm də digər maraqlı şəxslərin vərəsəliyə çağırılmasına və yaxud vərəsəlik payının artırılmasına səbəb olmuş hərəkətlər törətmiş şəxslər ləyaqətsiz vərəsə hesab oluna bilər. Amma burada bir maraqlı məqam var və bununla bağlı da Konstitusiya Məhkəməsinin müvafiq şərhi var. Burada məsələ ondan ibarətdir ki, söhbət miras əmlakdan, vərəsəlikdən gedirsə, artıq o, belə deyək, son iradəsinə zidd olan hərəkətlərə məruz qalmış şəxs artıq ölmüş şəxs olmalıdır ki, burada vərəsəlik işi, miras əmlak məsələsi ortaya çıxsın. Və buna görə də bəzi hallarda bu artıq həmin şəxsin ölümündən sonra ola bilər. Bunu da kimlər qaldıra bilər? Yəni, o miras kütləsinə bu və ya digər formada marağı olan şəxslər ola bilər. Bir də şəxs özü sağlığında bəzi o vərəsələrdən hansız ki, ləyaqətsiz vərəsə statusuna aid olan hərəkətlər törətdiyi təqdirdə şəxs özü sağlığında da məhkəmə qaydasında mübahisələndirə bilər. Məhkəmə müraciət eləməklə o vərəsələrdən kiminsə birin və yaxud bir neçəsinin ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı iddia qaldıra bilər. Hörmətli Raul müəllim, bildiyimiz qədər bir gün cəmiyyətdə ən çox suallardan biri də nikahdan kənarda olan uşaqlar və ləyaqətsiz vərəsəlik hüququnun məhdudlaşdırılması ilə bağlı. Məsələn, mən vəkil olaraq mənə yüzlərlə insanlar müraciət edir. Evladımı vərəsətə məhrum etmək istəyirəm. Eyni zamanda nikahdan kənarda olan uşağım var və onu vərəsəlik kütləsinə salmaq istəyirəm. Belə bir hüquqla bağlı bizə müraciət edirlər. Buyurun. Çox sağ olun. Mən də sizə və ARB kanalının rəhbərliyinə təşəkkür edirəm ki, belə bir gözəl veriliş ərsəyə gətirmişsiniz. İnşallah uzun ömrlü olsun bizim verilişimiz. Buradan fürsətdən istifadə edib Azərbaycan xalqını da salamlayıram. Mövzu ilə bağlı onu qeyd eləmək istəyirəm ki, nikahdan kənar doğulan uşaqlar həm yerli, həm də xarici qanunvericiliyə əsasən atalıq hüququ müəyyən olunduqdan sonra nikahdan doğulan uşaqlarla eyni hüquqlu şəxslərdirlər. Bərabər hüquqludur. Bəli. Bərabər hüquqlu şəxslər hesab olunurlar və onların həm hüquqlarını, həm də vəzifələrini daşıyırlar. Ona görə də qeyd eləmək istəyirəm ki, nikahdan kənar doğulan uşaqlarla nikahdan doğulan uşaqlar arasında, yəni hüquq və vəzifə bərabərliyi olduğundan artıq vərəsəlik hüququ da eyni olaraq keçir həmin şəxslərə. Hesab edirəm ki, yəni həmin şəxslər eyni hüquqlu olduğundan gələcəkdə valideynin məsələn hansısa bir narazılığına görə belə deyək, övladlıqdan məhrum etmə
məsələsində və yaxud da ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı iddialar da tam olaraq əsassız olur. Sadəcə burada bir şey qeyd eləmək istəyirəm. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunur ki, deməli ləyaqətsiz vərəsə deməli miras qoyanın iradəsi əleyhinə hər hansı bir cinayət və yaxud da qeyri-əxlaqi hərəkətlər edən şəxslərə qarşı tətbiq oluna bilər və bu yalnız məhkəmə qaydasında həyata keçirilir. Orada xüsusilə qeyd olunur ki, sırf bu ləyaqətsiz vərəsəlik institutu ilə bağlı hissədə belə deyək hesab olunur. Bundan başqa, yəni qeyd eləmək istəyir ki, digər məsələn övladın və yaxud da nikahdan kənar doğulan övladın belə deyək valideynə və yaxud da böyüklərinə qarşı hər hansı başqa qeyri-əxlaqi belə deyək və yaxud da kobud hərəkətləri ilə bağlı bu hissədə məhkəməyə belə çıxır ki, müraciət eləmək olmaz. Aydındır. Hörmətli Zinət xanım, siz bizim deyək ki, bugünkü sualımızla bağlı mən istərdim ki, məhkəmə qaydasında mübahisələndirmək institutunu biz tamaşaçıların diqqətinə çatdıraq. Mənim şəxsən icraatımda olub, həyat yoldaşın xüsusilə bəy öldürmüşdür və biz orada iki hüquq var. Bir, qanun üzrə vərəsəlik hüququndan məhrum etmə, bir də məcburi paydan məhrum etmə. Buyurun. Hörmətli Əkbər bəy, ilk növbədə sizi və izləyicilərimizi salamlayıram və eyni zamanda sizə və Alevi kanalının rəhbərliyinə belə bir fürsət yaratdığıma görə həm biz hüquqşünaslara, həm də izləyicilərə, tamaşaçılara belə aktual mövzuda maarifləndirici bir proqram ərsəyə gətirdiyinə görə minnətdarlığımı bildirirəm. Sualınızla bağlı bildirmək istəyirəm ki, ümumiyyətlə vərəsəlik institutu sosial-iqtisadi əxlaqi dəyəri olan bir institutdur. Çox maraqlı bir institutdur. Ailə və əmlak, maddi və mənəvi dəyərlərin xüsusiyyətlərini özündə birləşdirən bir institutdur. Və vərəsəlik institutunda həm miras sahibinə öz vəsiyyətnaməsini, iradi ifadəsini bir tərəfli əks hesab olunur vəsiyyətnamə və öz iradi ifadəsini vermək üçün bir azadlığına təminat verilir Konstitusiyanın 29-cu maddəsi ilə. Eyni zamanda bununla yanaşı həm də miras hüququ olan şəxslərin də sosial təminat hüququ qorunur. Xüsusən də bu mirasda məcburi pay hüququ olan şəxslərlə bağlı. Bu hüquqda bir üstünlük ondan ibarət ki, özünə aid olmayan əmlak üzərində hüquq əldə etmədir bu. Bəli, hüququnu verir. Və ümumiyyətlə vərəsəlik hüququna məhrum etmə iki formada həyata keçirilə bilər qeyd olunduğu kimi. Bir şəxs miras sahibi elə sağlamlı bir vəsiyyətnamə tərtib etməklə vərəsəlikdən, mirasdan gələcəkdə məhrum edə bilər. Lakin bu mirasda məcburi pay hüququ olan şəxslərə aid deyil. Mirasda məcburi pay hüququ olan şəxs əgər vəsiyyətnamə qoyarsa, digər övladlarından birin ləyaqətsiz vərəsə hesab edərsə, vərəsəlik hüququndan məhrum etmək istəyərsə, yalnız bu məhkəmə qaydasında. Yalnız bu kağız üzərindən qalacaq. Amma bunun rəsmiləşdirmək üçün nə lazımdır? Rəsmiləşdirməsi üçün məhkəmə qaydasına müraciət etməlidir. Yəni mirasda məcburi pay hüququ olan şəxslər dedikdə isə Mülki Məcəllənin 139-cu maddəsinə əsasən də bu birinci növbəli vərəsələr, yəni miras qoyanın, ölənin əri, arvadı, uşaqları, ölümündən sonra doğulmuş uşağı, valideynləri. Amma bir şey qeyd edək ki, Mülki Məcəllənin 1193-cü maddəsinin 1200-cü maddə ilə Konstitusiya Məhkəməsinin bununla bağlı şərhi var. Məcburi pay institutu var. Xahiş edirəm, onu da vurğulayın. Məcburi pay institutu var ki, yəni bu şəxslər vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, hətta vəsiyyətnamə ilə həmin şəxslərə miras pay müəyyən edilməsə belə, mirasda məcburi pay hüququ vardır. Hansı ki, qanun üzrə onlara əgər vəsiyyətnamə olmasaydı, çatacaq payın ən azı yarısını təşkil etməlidir, yarısından az olmamalıdır. Aydındır. Hörmət tamaşaçılar, mən hesab edirəm ki, bəşər övladın iki hüququ var. Bir Allah tərəfindən verilmiş hüquq, bir də dövlət tərəfindən verilmiş hüquq. Allah tərəfindən verilmiş hüquq müqəddəs kitabımız Qurani-Kərimdə var. Qız və oğlanın orada payları var. Amma bugünkü qüvvədə olan Mülki Məcəlləmiz bütün hüququn, yəni dövlət tərəfindən verilmiş hüquqlarımız burada tənzimlənir. Mən hesab edirəm ki, məhkəmə qaydasında ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin həm qanun və vərəsəlik payından məhrum edilməsi, eyni zamanda xüsusilə də məcburi pay hüququnun əlindən alınması ilə bağlı. Buyurun. Bu məsələ ilə bağlı, Əkbər müəllim, deməli, aşağı-yuxarı qeyd elədik. Bu miras əmlakdan məhrum... Bu hüququn elə bir sahəsidir, illərlə danışsaq bitməz. Doğrudur. Sadəcə indi biz bildiyimiz, başa düşdüyümüz qədər bunu paylaşaq. Əgər yanlışımız olsa da bizdən daha təcrübəli, daha peşəkar bizim hüquq sahəsində çalışanlardan da üzrxahlıq eləyək ki, nəsə bir yanlışımız olarsa... Kitabda yazılandan ətraflı biz danışırıq. Kitabda yazılanlar təcrübədə fərqli ola bilər, müəyyən yanaşmalar fərqli ola bilər. Amma bir məsələni deyim ki, burada söhbət
miras əmlakdan məhrum etmədən söhbət gedirsə, əsasən həm mülki qanunvericiliyin tələbi, həm mövcud praktika demək olar ki, 3 əsas qoyub burada. Biri, bayaq hörmətli həmkarım qeyd elədi. Zinət xanım Ağamaliyeva, bəli. Zinət xanım qeyd elədi. Deməli, şəxs, bildiyimiz kimi, ümumiyyətlə, mülkiyyət hüququ ən üstün, ən ali hüquqdur. Sadəcə bu mülkiyyət hüququ vərəsəlik institutu qaydasında da həm mülkiyyətçinin öz mülkiyyəti üzərində ölümündən sonra da sərəncam vermək hüququnun tanınmasıdır. Eyni zamanda orada vərəsəlik institutu xüsusən birinci dərəcəli vərəsəlik. Bu da ailə münasibətlərinə verilmiş dəyərdən irəli gəlir ki, bayaq Zinət xanım qeyd elədi, hansı ki, indi mən qeyd edeyim, mirasdan məhrum etmənin 3 əsas forması mümkündür. Bunun biri, şəxs sağlığında vəsiyyətnamə qoymaqla, deyək ki, məsələn, bir neçə vərəsələri arasından birinə bütün əmlakını vəsiyyət etməsi. Bu deməkdir ki, digər o vərəsə ola biləcək şəxsləri əmlakından məhrum edir. Amma burada bir məcburi pay anlayışı var. Hansı ki, bu da bütün vərəsələrə aid deyil, hansı ki, birinci kateqoriyalı olan, birinci dərəcəli vərəsələrə aiddir. Hansı ki, bunu da biz bilirik ki, mülki qanunvericiliyin tələbinə görə birinci dərəcəli vərəsələr də ər-arvad bir-birinə qarşı, onların valideynləri və evladları, doğma ögey fərqi yoxdur. Bu birinci dərəcəli vərəsələr mirasda məcburi paya malikdir. Amma bu da o demək deyil ki, adam vəsiyyət qoyanda bunu mütləq nəzərə almalıdır və yaxud bunu məhdud, o hüquqdur. Əgər deyək ki, vəsiyyətlə əmlak hansı ki, birinci dərəcəli vərəsələrdən birinə və yaxud ümumiyyətlə digər şəxsə, hansı ki, vəsiyyət edəndə bu məhdudiyyət yoxdur. Şəxs öz əmlakını birinci dərəcəli vərəsələrdən və yaxud ümumiyyətlə vərəsə olmayan şəxslərə də vəsiyyət eləyə bilər. Yəni, bu ona hər hansı bir məhdudiyyət qazandırmır. Amma məcburi pay anlayışı dediyim kateqoriyalı vərəsələrin hüququdur. Əgər onlar tələb eləsə, onların hüququ tanınır. Bu birinci formasıdır ki, hansı ki, mülkiyyətçi sağlığında. İkinci digər forması odur ki, bayaq dediyimiz ləyaqətsiz vərəsə, ləyaqətsiz vərəsəndə digər səhv eləmirəmsə 1302-ci maddədə məcburi paydan da məhrum etmə. Bəli, o məhkəmə qaydasında olur. Rahman, ümumiyyətlə bu nikahdan kənarda doğulan uşaqların atanın vərəsəsi kimi biz qanunverici münasibətlər tənzimləyirik. Bu hüququ əldə etmək üçün hansı yoldan keçmək lazımdır? Bu hüququ əldə etmək üçün sadəcə nikahdan kənarda doğulan övladlar birinci atalığın müəyyən edilməsi ilə bağlı məhkəmə müraciət olunmalıdır. Məhkəmə müraciət olunub, məhkəmə qətnaməsi... Və ata öz təşəbbüsü ilə? Ata öz təşəbbüsü ilə, bəli. Sadəcə bizim düşüncəmizdə artıq elə bir sferadadır ki, nikahdan kənar doğulan uşaq deyəndə belə fikirləşirik ki, ata 100% buna öz atalığını verməyib və ona görə də biz bunu bugün bu formada adlandırırıq. Bəli, birincisi, ata qeydiyyat orqanına getməklə əgər atalığını verərsə şəxsə, bundan sonra avtomatik olaraq həmin şəxs atanın vərəsəsi kimi hesab olunur. Ancaq digər qaydada isə qeyd elədiyi məhkəmə qaydasında imtina edilsə, artıq bu... Bəli. İmtina olunursa, atalığın müəyyən edilməsinə bağlı məhkəmə müraciət olunur və təsdiq olunduqdan sonra, qətnamə qəbul olunub, qüvvəyə mindikdən sonra artıq həmin şəxs atanın konkret olaraq vərəsəsi hesab olunur. Mən hesab edirəm ki, bununla bağlı Ailə Məcəlləsinin 46 və 47-ci maddələri atalığa dair mübahisələrin açılması ilə bağlı konkret Ailə Məcəlləsinin 46 və 47-ci maddələri bütün münasibətləri tənzimləyir. Bəli. Əgər məhkəmə qaydasında artıq atalıq müəyyən olunmuş hesab olunsa, qanun qüvvəsini aldıqdan sonra artıq şəxs eyni zamanda atasının belə deyək vərəsəsi hesab olunur. Vərəsədir. Digər belə deyək, vərəsələrlə birgə deməli hüquqlara və vəzifələrə malikdir. Zinət xanım, ümumiyyətlə bu ağır və xüsusi cinayət törətmiş şəxslərin digər ailə üzvlərinə qarşı, məsələn, atasına qarşı, anasına qarşı, həyat yoldaşına qarşı, evladlarına qarşı bunun məhkəmə qaydasını mübahisələndirmə ilə bağlı. Bəli. Ümumiyyətlə, bayaqlar Qəhrəman müəllim də bildirdi, vərəsəlikdən daha doğrusu şəxsin ləyaqətsiz vərəsə sayılması və onun mirasdan məhrum edilməsi, hansı ki, bu yalnız məhkəmə qaydasında həyata keçirilə bilər, ya şəxs sağlığında bununla bağlı müraciət edə bilər, yaxud da artıq vəfat edibsə, hansı ki, həmin şəxsin ləyaqətsiz vərəsə sayılması ilə onun əmlakı tamamlana bilər, arta bilər, həmin şəxslər də, yəni digər vərəsələr bu iddianı qaldıra bilərlər. Və mirasdan məcburi pay hüququndan məhrum etmədə Konstitusiya Məhkəməsində Plenum
qərarında qeyd olunur ki, mülki qanunvericilikdə qeyd olunur ki, şəxsin son iradəsinin həyata keçirilməsindən qəsdən maneə törətməklə özünün və yaxud da özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına, yaxud da əmlakının artırılmasına nail olmuş şəxslər ola bilər, yaxud da şəxsin vəsiyyətnamədəki son iradəsinə qarşı qəsdən cinayət və ya əxlaqsız hərəkət törətmiş şəxslər ləyaqətsiz vərəsə sayıla bilər. Olunduğu təqdirdə məhkəmə qaydasında. Onda vurğulayaq ki, tamaşaçılarımız bilsin ki, bu dediyimiz məsələlər ki, hansı imperativ norma kimi nəzərdə... Yalnız məhkəmə qaydasında təsdiqini taparsa, bu halda bu şəxs ləyaqətsiz vərəsə sayılar, nə qanun, nə də vəsiyyət üzrə vərəsə hesab oluna bilməz. Lakin bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, ləyaqətsiz sayılmış vərəsə yalnız həmin şəxsə münasibətdə, tutaq ki, bir övlad öz ata-anasının əmlakına qarşı ləyaqətsiz vərəsə sayılıbsa, yalnız həmin şəxsə münasibətdə ləyaqətsiz vərəsə sayılacaq. Artıq həmin şəxsin başqa vərəsələrə qarşı miras hüququ qorunur. Yəni, həmin şəxslərə qarşı ləyaqətsiz vərəsə sayılmır. Yalnız həmin şəxsə münasibətdə tətbiq edilir. Və Konstitusiya Məhkəməsinin bayaq qeyd olunan plenum qərarında çox maraqlı bir diqqətə çatdırmaq istəyən bir məqama toxunulub ki, qanunvericilikdə qeyd olunur ki, şəxsin iradəsinə qarşı cinayət törədilibsə, lakin Konstitusiya Məhkəməsi artıq buna aydınlıq gətirib ki, hətta şəxsin özünə qarşı da bu cinayət törədilirsə... İnşallah reklamdan qayıdaq, sonra biz mövzuda davam etdirəcəyik. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni, binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edir. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni, binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Qəhrəman müəllim, ümumiyyətlə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin belə deyək ki, məhkəmə qaydasında mübahisələndirib ləyaqətsiz vərəsə hesab etmək, qanun üzrə payından məhrum etmək və eyni zamanda qanun üzrə düşən paydan məhrum etməklə bağlı. Məcburi paydan. Buyurun. Bəli, Əkbər müəllim, bu mümkündür. Bayaq biz müzakirə elədik. Eyni zamanda həmin normadan əlavə şəxsin məcburi paydan da, ümumiyyətlə, bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı da var. Yəni, məcburi paydan da məhrum etmə, ümumiyyətlə... Yəni, məcburi pay ünüsü Zinət xanım qeyd elədi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə 1200-cü maddənin qarşılıq şərhi var. Bəli, bəli, bəli. Orada biz bayaq ona da vurğuladıq ki, məcburi pay kimlər tələb edir? Bütün vərəsələrə şamil deyil. Onlar yalnız istisna birinci dərəcəli vərəsələrin o məcburi pay anlayışı var. Onun da mahiyyəti, ümumiyyətlə, bəşəri olaraq ailə institutuna, o cümlədən bizim milli dəyərlərimizə uyğun olaraq ailə institutuna, ailə bağlarına verilmiş bir dəyərdir ki, yəni baxmayaraq ki, ailə başçısı istənilən bir səbəbdən öz ailə üzvünün, evladın, atasının, anasının, həyat yoldaşının vərəsəlikdən, miras əmlakdan məhrum etmək istəsə belə, qanun onun o məcburi pay hissəsini qoruyur. Hansı ki, bu da ümumi qaydada həmin o vərəsəyə düşə biləcək payın yarısı qədərdir.
Ona görə də burada əsas məqsəd bizim ümumiyyətlə nəinki Azərbaycan Respublikasında, bütün dünyada ailə institutuna bir bəşəri verilmiş bir dəyərdir. İndi onunla bağlı da dediyiniz məsələ, xüsusilə ağır cinayət törətmiş şəxslər, yəni bütün ağır cinayət törətmiş şəxslərə aid deyil. Burada söhbət ağır cinayət törətməsi o miras qoyan şəxsə münasibətdə qiymətləndirilir. Bəli, belə olduğu təqdirdə bəli, o ümumiyyətlə vərəsəlik hüququndan məhrum etmə, o cümlədən miras payından da məhrum etməklə bütün vərəsəlik hüququndan məhrum edilməsi bayaq vurğuladıq, ancaq məhkəmə qaydasında mümkündür və məhkəmə qaydasında bu təsdiqin telefon zəngimiz var, hörmətli kollegiya. Bir telefon zəngimiz var, onu qəbul edək və sualını cavablandıraq. Alo. Alo, salam aleyküm. Salam, xoş gördük. Buyurun. Mən vərəsəlik haqqında sizdən məlumat bilmək istəyirəm. Mənim elə bir ki, həyat yoldaşımın anası 1996-cı ildə rəhmətə gedib. Ondan sonra mənim yoldaşımın adına keçibdi mülk. Azad. Hə, mülk. Buyurun Gültəkin xanım, biz sizi eşidirik. Buyurun. Aha. Buyurun Gültəkin xanım, biz sizi eşidirik. Sualınızı buyurun. Mülkü adına keçibdi. 96-cı da anası öləndən sonra mənim yoldaşımın adına keçibdi. Burada da bizim elə bir 21 sot anasının adına olub, bir də 21 sot istifadəsində olan torpaq olub. Bu mülk keçib mənim yoldaşımın adına. 1998-ci ildə bizə şəhadətnamə verilib. Şəhadətnamədə 23 sot yazılıbdı. Sonra həmin şəhadətnamənin elə bir ki, bizə mənim ölən qaynımın adına, mənim bu adıma olan mülk ölən qaynımın adına ata yurdunu keçirdiklər, ölən qaynımın adına daşınmaz əmlak. Qeydiyyatı yoxdur. 1985-ci ildə gedib Ukraynaya. 2004-cü ildə gəlib. Bunun qeydiyyatı olmuyor, mənim adım olan mülkü ölən qaynımın adına keçirdiklər. Sualınız aydındır. Mən bir vəkil olaraq, aparıcı olaraq sizin sualınızın bir qismini mən cavablandıracağım. Sonra dəyərli vəkillərimiz sizin sualınızı cavablandıracaq. Mən hesab edirəm ki, əgər siz dediyiniz kimi bütün sənədlər qanuna müvafiq qaydada mərhum anasının adından, sizin həyat yoldaşının adından keçmişdirsə, artıq bu qanun və vərəsəlik hüququnun bir institutudur. Sizin həyat yoldaşınızın adından sizə və digər şəxslərə ötürülməsi ilə bağlı araşdırma aparmaq lazımdır. Həmin sənədlər hansı sənəd əsasında digər şəxsə keçirilmişdir. Artıq bunu araşdırmağa ehtiyac var. Buyurun. Əşbər müəllim, bilirsiniz, burada düzdür, başa düşürəm, vətəndaşlar hamısı peşəkar hüquqşünas deyil, hüquqi termindən, faktiki o işin vəziyyətini tam detallı şəkildə izah eləmək kimi onlardan tələb eləmək də hesab edirəm ki, absurddur. Bildikləri bir formada işin məğzini danışırlar, bəzən də daha özlərinə uyğun bildikləri. Burada məsələ belədir ki, bəzən deyirlər, filankəsin adına keçirildi. Bu keçirilmənin özü mülkiyyətçinin dəyişməsinin müxtəlif formaları var. Bu ya alqı-satqı ilə ola bilər, ya bağışlama ilə ola bilər, ya vərəsəlik ilə ola bilər. İndi xanımın sözlərindən belə başa düşdük ki, deməli, xanımın qaynanəsindən həyat yoldaşına, yəni oğluna, indi yəqin ki, vərəsəlik qaydasında mərhumun oğluna keçib, xanımın həyat yoldaşına. Sonra indi xanımın dediyindən belə başa düşdük ki, sonra necə olubsa onu bilmədik ki, xanımın adına... Xanımdan xahiş edərdim ki, bizim WhatsApp nömrəmiz var, eyni zamanda ekranda gedən nömrəmizə əlaqə saxlayın. Bizim çox dəyərli redaktorımız Zərifə xanım tapdıq, sizi yönəldəcək bizim çox dəyərli vəkillərimizə. Mən hesab edirəm ki, buyurun, sizin səlabəniz var mı? Bunun əlavə elə tam işin hallarına baxmaq lazımdır. Yəni araşdırma ehtiyac var. Bəli, araşdırmaya ehtiyac var ki, indi öz dediyi kimi qəbul eləsək ki, sonuncu sər xanımın adından necə ötürülübdür o rəhmətə getmiş. Anasının adından birbaşa... Yox, hesab edirəm ki, xanımın maraqlarına zid saydığı bunun adından mərhum qaynının adına keçməsidir ki, bu necə keçib o araşdırma predmetidir. Notariat haqqında qanunun 55-ci maddəsi var. Konkret orada göstərilir ki, bir şəxs dünyasını dəyişərsə, digər onun qanun və vərəsələri notariat kontoruna müraciət etməyəni 55-ci maddənin təsiri altına düşən bütün vərəsələr göstərməyə borcludur. Onun yəni vəzifəsi. Buyurun Rahim bəy. Bu qismdə... Sualla bağlı, bəli. Xanımın sualı ilə bağlı onu qeyd eləmək istəyirəm ki, burada sual tam olmadığından biz bilmirik hansı sənədləri, hansı dövlət orqanlarına və yaxud da hüquqi şəxslərə sorğular olmalıdır. Bizim redaktorla əlaqə saxlasın. Çox gözəl olar. Və o WhatsApp-a səs ata bilər, həmən səsə də uyğun sualınız cavablandırılacaq. Çox gözəl olar, bəli. Buyurun. Məsələ var. Əlavəm yoxdur, yəni işin hallarına, sənədləşməyə hansı qadirə keçibsə, o vərəsəlik hüququnun
xanımın da vərəsəlik hüququ var, qanun üzrə vərəsə hesab olunacaq və hər halda sənədlərlə tanış olduqdan sonra həm xanımın sualı tam aydın olmadı. Bir də bir məsələni vurğulayım ki, Əsbər müəllim, burada biz dediyimiz məsələlərdə bəzi şeylər subyektə məxsus müstəsna hüquqlardır, səlahiyyətlərdir də deyək ki, bəziləri o vərəsəlik institutu ilə bağlı hüquqlardır. Onu tələb eləməyənə qədər o artıq reallaşmır. Deyək ki, məcburi payın özü. Adam istənilən bir formada əmlak keçib başqa bir Bizim şey. çox dəyərli vəkilimiz Nurlana xanım Quliyeva Bakı Apellyasiya Məhkəməsinin prosesindən gəlir. Buyurun Nurlana xanım. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Nurlana xanım Quliyeva. Nurlana xanım, sizdən öncə bu qanun üzrə vərəsəlik və liaqətsiz vərəsəlik institutu ilə bağlı, xüsusilə də nigahdan kənarda olan uşaqların həm qanun üzrə vərəsəlik payı, həm də məcburi pay ilə bağlı fikrimi bas apardıq. Yaqın belə deyək ki, məhkəməniz vaxtı çox çəkdi, ona görə biraz gecikdim. Çox üzürlü sayın. Mən Xoşdur, buyurun. Qonaqlarımızdan da elə tamaşaçı və sizdən də üzürlü sayın ki, biraz gecikdim. Çox vacib bir mövzu üzərində elə burada vəkillərlə müzakirə aparırsınız. Öncə də kolleqalarımın fikirlərinə qoşularaq mən də bildirmək istəyirəm ki, bilirsiniz ki, mülki qanunvericilikdə vərəsəlik hüququ bugün cəmiyyətdə və qanunvericinin imperativ tələbləri olaraq çox aktual mövzulardan biridir. Və mülki məcəllələrinin 1133-cü maddədən başlayaraq artıq vərəsəliklə bağlı imperativ nəzərdə tutulmuş qanunlar öz əksini tapmaqdadır. Və bugün bildiyim qədərilə liaqətsiz vərəsə və vərəsəlik hüququna bağlı bir çox imperativ hallar tərəfinizdə müzakirə edilir. Eyni zamanda nigahdan kənarda olan uşaqların paylarla bağlı. Bəli, bəli. Bilirsiniz ki, mülki qanunvericilik nigahdan kənarda olmuş uşaqların da əgər onların doğum haqqında şəhadətnaməsində mərhum şəxsin atadısa ata, anadısa ana olaraq valideynlik hüququna bağlı qanunvericiyə uyğun şəkildə qeydiyyat aparılmışsa, yəni o valideynlik hüququ, miras əmlakı deməli, mərhum şəxs onun valideynlərindən biri və yaxud da birinci dərəcə vərəsənin biri olması öz təsdiqini tapırsa, təbii ki, nigahdan kənar övladlarında məcbur pay sahibi ola bilərlər. Hər birinizə fərdi bir sual verəcəm. Ümumiyyətlə, liaqətsiz vərəsənin bağışlandıqdan sonra onun atacağı addımlar. Buyurun. Deməli, bilirsiniz ki, qanunvericilikdə liaqətsiz vərəsə eyni zamanda bağışlandıqdan sonra onunla bağlı pay müəyyən edilməsi mümkün ola bilər. Bununla bağlı liaqətsiz vərəsənin bağışlanmasına dair bilirsiniz ki, şəxsin ümumiyyətlə liaqətsiz vərəsə elan edilməsi birbaşa məhkəmə qərarından müəyyən edilən haldır. Əgər bunun əksi olaraq həmin şəxs, onun liaqətsiz vərəsəni bağışlanmış şəxs bağışlayarsa, bu onun vərəsiyyətnamə və yaxud da məcbur pay sahibi olaraq qanun üzrə vərəsə kimi pay hüququnu əldə edə bilər. Aydındır, buyurun. Bəli, hesab edirik ki, əgər liaqətsiz vərəsə bağışlanarsa, bağışlandıqdan sonra artıq digər vərəsələrlə eyni hüquqları və eyni vəzifələr daşıyır və bundan sonra bağışlamanın ləğvi ilə bağlı hansı ki, maraqlı şəxs müraciət etmişdi, şəxs liaqətsiz vərəsə hesab olunsun. İkinci dəfə bağışlamanın ləğvi ilə bağlı məhkəməyə müraciət eləyə bilməz. Amma qanunda orada bir göstəriş var. Mən qoy hörmət tamaşaçılarımıza dinləsin və eyni zamanda siz də istəyirəm fikrinizi paylaşasınız. Əgər liaqətsiz vərəsə bağışlanana dək hər hansı bir əmlak digər şəxsə bağışlanmışdırsa, həmin o bağışlanma müqaviləsi üzrə paya ala bilməz. Alıbsa da geri qaytarmalı. Alıbsa da geri qaytara bilməz. Buyurun. Hə, o məsələ ilə bağlı. O biraz çox incə bir nüansdır. Həm incədir və ona görə dedim ki, əslində bəzən çox belə... Çünki bəzi adamlar o 2 il müddəti ilə bunu dəyişir sanır. Digər qanunvericiliklərdə olmayan fərqli bir, maraqlı bir situasiyalar var. Bax, indi müzakirə edədiyimiz məsələ bu liaqətsiz vərəsə hesabı hansı ki, biz bildirdik ki, bu ancaq məhkəmə qaydasında mümkündür. Yəni, şəxs nə ərizə qoymaqla, nə vəsiyyətnamə yazmaqla hansısa vərəsəni liaqətsiz vərəsə hesab edə bilməz. Yaxın yoldaş var. Deyək, doğum haqqında şəhadətnaməni cırdım atdım, vəsiyyətnamə yazmışım, onu cırdım atdım. Mən hesab etdim ki, artıq sən mənim vərəsəm ola bilməzsən. Mən ona başa saldım ki, notariat kontorunda onun ikinci bir nüsxəsi var. Ondan istifadə edəcək. Gedib qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamənin dublikatını götürəcək, sürəti götürəcək. Artıq o hüququ bərpa edəcək. Yəni, hər bir halda sizin dediyiniz kimi, hər bir halda bütün münasibətdə məhkəmə qərarı olmalıdır. Məhkəmə qaydası olmalıdır. Maraqlı, ən də belə, necə demək, çox maraqlı hal ondan ibarətdir ki, burada hansı ki, məhkəmə qaydasında müəyyən olunmuş ki, liaqətsiz vərəsə, sözsüz ki, bu da məhkəmə öz başına eləmir. Hansı ki, o vərəsəsi ola biləcək miras qoyanın müraciəti əsasında məhkəmə qaydasında liaqətsiz vərəsə hesab olunur. Ən maraqlısı odur ki, hətta baxmayaraq ki, bu məhkəmə qaydasında liaqətsiz vərəsə olması təsbit olunmasına rəğmən yenə miras qoyan əgər onu bağışlayırsa, onunla bağlı bütün məhdudiyyətlər aradan qalxır.
Onda belə müstəsna bir hüquq verilib. Əgər qanun qüvvəsinə məhkəmə qətnnaməsi varsa, vərəsə, qanun və vərəsəlik hüquq olan şəxs həmin məhkəmə qətnaməsini mübahisələndirib hüququnu bərpa eləməlidir, yoxsa bağışlanlıqdan sonra nə fikirləşirsiniz? Yəni bir vəkil necə eləyərdiniz? Şəxs bağışlandıqdan sonra, əgər məhkəmə qətnaməsi qanuni qüvvəsinə alıbsa, şəxs ləyaqətsiz vərəsə sayılıbsa, amma sonradan miras həmin məhkəmə qətnaməsinin icrasından kim imtina eləməlidir və iddia tələbindən imtina eləməlidir və icrasından imtina eləməlidir? İcrasından imtina etməlidir şəxs. Və tələbdən imtina eləməlidir. Yəni orada iki hüquq var. Tələbkar özü. Mən ona bir qısa verim. Əslində mən hesab eləmirəm ki, bu praktikada mümkün olsun. Yəni hazırki hüququn başqa sahəsində. Yox, nə demək istəyirəm? Burada nə sonradan o məhkəmə qərarını mübahisələndirib ləğv etmək kimi hesab edirəm ki, belə də deyil. Eyni zamanda da heç onun icrasından da hesab edirəm ki, imtina zərurət yoxdur. Sadəcə bağışlayan şəxs notarial qaydada onu bağışlamasının artıq o iradə ifadəsini təsdiq eləməklə artıq həmin vərəsə bağışlanmış hesab edilir. Yəni buna görə də ola bilsin ki, birinci məhkəmə qətnaməsindən heç şikayət vermək üçün bir əsaslar yaranmır. Sənin tələbin üzrə məhkəmə baxıb və tələbində təmin eləyib. Və bundan sonra mən belə istəyirəm deyə məhkəmə qətnaməsinin ləğv olması hesab edirəm ki, qanunverici ziddir. Eyni zamanda da ola bilsin ki, məhkəmə qətnaməsi qanun qüvvəsini alıb 5 ildən sonra adam hesab edir ki, mən bunu bağışlayayım. 5 il bundan qabaq qanun qüvvəyə minmiş məhkəmə qətnaməsində mübahisələndirmək absurddur. Ona görə də mən hesab edirəm ki, düzdür, real təcrübədə ola bilsin ki, kimisə qarşısına çıxıb. Mən rastlaşmamışam, amma notarial qaydada bağışlanma barədə iradəsini ifadə edilməklə artıq onu bağışlanmış hesab edə bilər. Kürdəmir şəhərindən, Kürdəmir rayonundan bizim bir telefon zəngimiz var. Samaya xanım. Salam, Samaya xanım, buyurun. Xoşdur. Alo. Alo, eşidirəm sizi. Biz sizi eşidirik, hörmətli anamız. Buyurun. Ev hal-hazırda heç bir kimə bağışlamamışam. Özümün də 73 yaşım var. Ümumiyyətlə sual verirəm ki, onu kiməsə bağışlayanda bu qeydiyyatda olan adamın hüququ var, ora nəsə bir maniçilik törəsin. Buyurun Nurhan xanım. Belə anladıq ki, xanım öz mülkiyyətində olan əmlakın bağışlanması istiqamətində aparılacaq hərəkətlərin zəruriyyətindən soruşulur. Bildirmək istəyirəm ki, bağışlanma... Yəni sağdır, siz sağlığında istəsin əmlakı Nurlan xanıma qalsın, Əhbərə qalsın, kiməsə, hansısa bir evladına qalsın. Sırf bağışlama üzərində sual formalaşdırdığı üçün mən bildirmək istəyirəm ki, hər hansı bir mülkiyyətində olan əmlakın, elə sözü gedən əmlak daxil edilməklə əlbəttə ki, bağışlanması zamanı həmin əmlakda qeydiyyatda olan şəxslərin razılıq ərizəsi mütləq və zəruridir. Notarial qaydada bu hərəkət aparılarkən həmin şəxslərin qeydiyyatda olan şəxslər orada yaşamırsa, sizin hüququnuzu, mülkiyyət hüququnuzu, Konstitusiyanın 13-cü maddəsinin tələblərinə əsasən mülkiyyət toxunulmazı, sizin hüququnuzu bu və ya digər formada məhdudlaşdırırsa, məhkəmə qaydasında onların qeydiyyatını ləğv edə bilərsiniz və artıq belə bağışlama üzərində sərəncamınızı gətirə bilərsiniz. Həmin şəxsin həmin hüquq məhkəmə qərarına ləğv edildikdən sonra daha sonra iznə heç bir ehtiyac qalmır. Başqa ləvan yoxdur ki? Buyurun Zət xanım. Bağışlanmış əmlaka münasibətdə də bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, mirasda məcburi pay hüququ olan şəxslər hətta bağışlanmış əmlak hesabına belə özlərinin əgər həmin əmlak bağışlanmasaydı, onlara çatacaq payın tamamlanmasını tələb edə bilərlər. Yəni bunun nisbi şəkildə onun dəyəri hissəsində pul qarşılığında. Orada 2 il müddət var. 2 il müddət var. Əgər şəxs sağlığında bağışlanma edibsə və 2 il ərzində vəfat etsə, məcburi pay hüququ olan şəxs, yəni vəfat edənin uşaqları, ölümündən sonra doğulan uşağı, əri, arvadı və yaxud da valideynləri özlərinin paylarını tamam 2 müddət keçdikdən sonra bu hüquqdan istifadə edə bilməyəcəklər. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bəli, vətəndaşın sualına cavab olaraq ümumi əsaslarından bildirək ki, əmlak əgər bağışlamaq istəyirsə, həmin evdə qeydiyyatda olan şəxsləri, yəni digər şəxslər, bəli, amma ikinci halı söyləyərsiniz. Dəyərli həmkarımın fikrinə bir əks əlavə eləmək istəyirəm. Bilirsiniz ki, məcburi payın tamamlanması məsələsi mülki qanunverici 1200-cü maddəsindən tənzimlənir. Eyni zamanda Konstitusiya Məhkəməsinin buna dair bir mövqeyi var ki, bilirsiniz, orada 4 əlamət öz əksini tapmalıdır, 2 il müddət əhatə etməlidir, miras əmlakı siyahısına daxil olan əmlak olmalıdır, məcburi payın tamamlanması müəyyən edilməlidir və birinci dərəcəli və əlbəttə ki, məcburi pay sahibləri hər hansı bir əmlakı qəbul etmiş olsun. Qəbul etmiş olsun, əlbəttə ki, qəbul etmiş olsun. Yəni, həmin mübahisələnən bağışlanmış əmlak hesabına artıq payın tamamlanması məsələsi məhkəmə tərəfindən müəyyən oluna bilsin. Yəni, bu xüsusiyyətlər olduğu halda təbii ki, həmin qaldırılmış iddiaların müsbət nəticəsini əldə etmək mümkündür. Başqa əlavəniz var? Hazırki mərhələdə. Buyurun. Əlavəm yoxdur. Buyurun Zət xanım.
Bağışlama hissəsinin İrsal'la bağlı yoxdur, yəni Bəli, əlavə bəli. Bir də bir məqamı demək istəyirəm, Əkbər müəllim, bilirəm, dəyərli kolleqalarım da yəqin ki, razılaşar. Ümumiyyətlə, qanunvericilikdə birisi o müddətin 2 il müddət müəyyən edilib orada. Lakin tərəfin hüququnun pozulduğu gündən o 2 il müddət axını məhkəmə tərəfindən müəyyən edilə bilər. Eyni zamanda bağışlama müqaviləsinin bağışlandığı müddətdən 2 il müddət. Əslində, bağışlama müqaviləsi bağlandığı tarixdən 2 il müddətə əhatə edilir qanunvericinin tələbinə uyğun olaraq. Sadəcə olaraq bilirsiniz ki, mülki qanunvericinin tələblərindən bir də müddət axının hesablanması məsələsidir ki, bununla bağlı şəxsin öz hüququnu pozulduğunu bildiyi gündən də o 2 il müddət məsələsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Məsəl üçün, biz təcrübədə çox rast gəlir ki, tərəf heç bilmir ki, deyək ki, valideynlərdən biri və yaxud hər ikisi hər hansı bir əmlakın sağlığında bağışlamışdır hər hansı bir digər şəxsə və artıq vəfat etdikdən sonra miras əmlakın vərəsəlik işlə bağlı notariat orqana müraciət etdikdə artıq müəyyən olunur ki, həmin əmlak o həmin an müəyyən edilir ki, həmin əmlak digər şəxsə bağışlanıb. Düşünürəm ki, məhkəməyə müraciət etdikdə artıq müddət axını sırf şəxsin hüququnu pozulduğunu bildiyi tarixdən hesablanmalıdır. Bu məsələlərdə biraz o müddət məsələlər birisi həssas mövzudur və qanunvericinin tələblərinə uyğun. Sizin sözün qüvvəti ümumiyyətlə məhkəmə sistemində bu müddət daha çox diqqətlə izlənilir. Bəli, və bilirsiniz ki, vətəndaşlar çox vaxt səhv salırlar bu məsələlərə. Yəni düşünülür ki, təbii ki, imperativ haldır ki, bəli, imperativ haldır ki, 2 il müddət keçməlidir. Bununla bağlı üst məhkəmə Ali Konstitusiya orqanı da, məhkəmə orqanı da buna dair mövqeyini bildirmişdi o 2 illik müddət. Lakin mülki qanunverici prosessual müddətlərlə bağlı tənzimlədiyi məsələlər var ki, imperativ hallar var ki, təbii ki, vətəndaş düşünməsin ki, deyək ki, o bildiyində, məsələn, 5 il öncə bağışlanmış bir əmlakdır, şəxs vəfat edib, o artıq məcburi pay sahibi ola bilər və həmin əmlak hesabına onun məcburi payı tamamlana bilər və artıq müraciət etdikdə görür ki, 2 ildən müddətdən artıq bir müddət ödüb. Orada düşünürəm ki, tərəfin hüququnu pozulduğu bildiyi gündən 2 il müddət axını həmin gündən məhkəmə tərəfindən hesablanaraq iddia predmetin təmini həyata keçirilə bilər. Bəzi hallarda qanunvericilikdə hüququn pozulub bildiyi və bilməli an hüququ var. Mən hörmətli kolleqam ola bilsin ki, daha doğru düşünürəm, amma mən hesab edirəm ki, orada o həmin hissədə konkret nəzərdə tutulub. Əks halda bağışlayan şəxsin və yaxud mülkiyyətçinin hüquqları pozulmuş ola bilərdi. Deyək ki, adam sağlığında əmlakın, birinci sağlığında əmlakı bağışlayanda, əgər o hansı ki, məcburi pay hüququ olan birinci dərəcəli vərəsə statusundadırsa, yalnız orada qeydiyyatda olduğu təqdirdə onun razılığı ola bilərdi. Qalan digər hallarda bağışlayan şəxs onun razılığını almağa borclu deyildi. Və belə də müəyyən olunur ki, adam tutaq ki, bağışlanıb 5 il keçib, 5 il keçəndən sonra həmin məcburi pay hüququ olan şəxs gəlib deyə bilməz ki, mən bunu 1 il 6 aydır bilmişəm və ona görə də mənim hüququm bundan hesablansın. Ona görə də mən hesab edirəm ki, o konkretdir. Bir də ki, o bayaqki xanımın... Aydındır, bizə ayrılan vaxt yekunlaşmazdır. Hörmətli kollegiyalar, Nurlana xanım, sizə minnətdarımı bildirirəm, sizə minnətdarımızı bildirirəm. Hörmətli bizim dəyərli vəkilimiz Qəhrəman müəllim, eyni zamanda Rahal Quliyev. Vaxtınızı ayırıb bizə qoşulduğunuz üçün sizə minnətdarımı bildirirəm. Bildiyiniz kimi ARB kanalından hər həftənin ikinci günü saat 12-də yayımlanan qanun və icra proqramına baxmağa mən tövsiyə edərdim. Və inşallah Allah ömür versin, Allahın köməkliyi ilə biz gələn həftənin ikinci günü, X dekabra düşür, qanun və icra proqramında çox maraqlı bir mövzuya toxunacağıq. Belə ki, tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı, eyni zamanda Mülki Məcəllənin 1112-ci maddəsini təhlil edəcəyik. Eyni zamanda Cinayət Məcəlləsinin 314-cü maddəsi var, həkim səhlənkarlığı ilə bağlı fikrimizi aparacağıq. Mən bildiyiniz kimi bizim verişimizin baş sponsoru Şəhərül Mənzil Tikinti Kooperatividir. Mən Şəhərül Mənzil Tikinti Kooperativinin rəhbərliyinə böyük minnətdarımı bildirirəm. Mən hesab edirəm ki, Şəhərül Mənzil Tikinti Kooperativinin əgər hər hansı bir şəxs ev alma fikri varsa, bizim hüquqşünaslarımıza, vəkillərimizə müraciət eləsin və bizim baş ofisimizə yaxınlaşsın, vəkillə yaxınlaşsın, müqavilənin şərtlərinə bir-bir diqqət ayırsın və ondan sonra ev almaq arzusunu gerçəkləşsin. Şəhərül Mənzil Tikinti gözəl Bakımızın və onun ətrafında çox dəyərli evlər tikilir, yüksək mərtəbəli binalar tikilir, keyfiyyətli, təmirli və təmirsiz. Mən hesab edirəm ki, bizim Şəhərül Mənzil Tikinti evlərlə bağlı istədiyiniz vaxt müraciət edə bilirsiniz. Hörmətli tamaşaçılar, sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də
vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır.